Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir. Yəqin ki, qısa müddətdə ətraflı açıqlama veriləcək. Səyyar TV xəbər verir ki, bunu Qlobal Infoya keçmiş təhsil naziri Misir Merdanov prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı danışarkən deyib. O, Ramiz Mehdiyevə yaxın şəxslərin də həbs olunmasını istisna etmir. Başqa həbslər də gözləniləndir. Hər kəs onun kimlərlə yaxın əlaqəsinin olduğunu gözəl bilir. Mehdiyevin hansı addımlar atdığı, kimləri vəzifəyə təyin etdiyi, kimlərin arxasında durduğu, hansı şəxsləri dəstəklədiyi məlumdur. Fikrimcə, onlarla bağlı da müəyyən addımlar atılacaq. Yol verdiyi ədalətsizlikləri də hesablayacaqlar. Düşünürəm ki, vaxtilə onun dəstəyi ilə millətin genofonduna ziyan vuranlar məsuliyyətə cəlb oluna bilər. Onların da layiqli cəza almasının vaxtı çatıb. Bu qədər dözmək olmaz. Misir Merdanov bildirib ki, Ramiz Mehdiyevin həbsi Tərtər işinin açılmasına müəyyən qədər köməklik göstərə bilər. Hər bir halda bu, başqa məsələ ilə əlaqədardır. Hazırda istintaq işləri gedir deyə nəsə demək olmur. Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1, yəni dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət və 193, 1.3.2. Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur. O, 1995-2019-cu illərdə prezident administrasiyasının rəhbəri olub. 2019-2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.